Naxçıvan Dövlət Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və universitetin birgə təşəbbüsü ilə Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Açılışdan öncə mərkəzdə tanışlıq olub. Mərkəzdəki konferans, hakaton, inkubasiya proqramı və digər görüşlərin təşkili üçün nəzərdə tutulan akt zalı, startap və innovasiya ideyalarının müzakirəsi, onlayn görüşlər, video konferanslar üçün görüş otaqları, eləcə də aparat və proqram təminatı, texnologiya və mühəndislik laboratoriyaları haqqında məlumat verilib. Mərkəzin açılış tədbirində innovativ texnologiyalar adlı video çarx nümayiş olunub. İnnovasiyanın tətbiqi üçün mühüm infrastruktur qurulu, texnoparklar, startap ekosistemləri və texnoloji transfer mərkəzləri fəaliyyət göstərir. Bu mexanizmlər elmi ideyaların kommersiyalaşdırılmasına, bazara çıxarılmasına imkan yaradır. Tədbirdə rəsmi qurumların, ölkə ali təhsil müəssisələrinin, Türkiyə universitetlərinin rəhbər heyəti və nümayəndələr, ziyalılar, universitetin müəllim tələbə heyəti və digər dəvətlilər iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmməd Rəhimov və digər dəvətli qonaqlar çıxış ediblər. Çıxışlardan sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Agentlik olaraq ölkəmizdə innovasiya infrastrukturunun formalaşdırılması bizim əsas strateji istiqamətlərimizdən biridir. Məhz bu xüsusda agentlik çərçivəsində Azərbaycan İnnovasiya Mərkəzi konsepti formalaşdırılmışdır. Mərkəzin Bakı şəhərində və Sumqayıtda innovasiya mərkəzləri fəaliyyət göstərir. Bu fəaliyyətin davamı olaraq Naxçıvan Dövlət Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Naxçıvan İnnovasiya Mərkəzinin açılışını bu gün reallaşdırırıq. Qeyd edilməlidir ki, məhz tərəfimizdən dövlət, universitet və biznesin birgə əməkdaşlığı çərçivəsində məhz bu innovasiya mərkəzlərinin təhsil ocaqlarının tərkibində, universitetlərdə və institutlar daxilində formalaşdırılması bizim üçün kifayət qədər önəmlidir. Və bu xüsusda Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılmış bu mərkəzdə məhz informasiya texnologiyaları üzrə mütəxəssislərin çalışması üçün iş otaqları mövcuddur və eyni zamanda müvafiq layihələrin, startap layihələrinin ideyadan müəyyən həllə qədər gətirib reallaşdırılması üçün texnoloji laboratoriyalar agentlik tərəfindən təmin və təşkil edilmişdir və bu istiqamətdə Naxçıvan Dövlət Universiteti ilə birgə innovasiya proqramları işlənib hazırlanmışdır. Mərkəzimiz həm laboratoriya, prototipləşdirmə laboratoriyası, həm də innovasiya mərkəzi funksiyalarını icra edəcəkdir. Belə ki, burada 2 kompüter otağı təchiz edilmişdir və bununla yanaşı 6 prototipləşdirmə istiqamətli laboratoriya otaqları hazırlanmışdır ki, burada 3D printerlər, CNC avadanlıqları, Arduinolar və daha çox hardware yönümlü startapların və layihələrin öz layihələrini prototipləşdirmə işlərinin icra edilməsi üçün lazım olan texniki təchizatla təchiz edilmişdir. Mərkəz istər innovasiya istiqamətində, istər texnologiya istiqamətində bir çox proqramlara və layihələrə ev sahibliyi etməsi planlaşdırılır. Artıq burada bir neçə inkubasiya proqramları, demo deylər, meetup görüşləri, şəbəkələşmə görüşləri keçirilibdir. Təbii ki, açılışdan sonraki dövr üçündə geniş miqyaslı bir fəaliyyət planımız mövcuddur. Bu düşünürük ki, regionlarımızın inkişafında, xüsusən də innovasiya mədəniyyətinin formalaşdırılmasında, startap quruculuğunda, texnoloji sahibkarlığın inkişafında çox böyük töhfə verəcəkdir. Təkcə universitet tələbələrini deyil, bütövlükdə Muxtar Respublikadakı gənc innovatorların ideyalarını dəstəkləmək üçün belə bir mərkəz fəaliyyət göstərib. Mərkəzdə 6 laboratoriya fəaliyyət göstərir ki, bu laboratoriyalar imkan verəcək ki, Naxçıvan gəncləri öz ideyalarını, öz Naxçıvan Muxtar Respublikasının həm təbii imkanlarının, həm onların ideyalarına uyğun olan layihələrini məhz burada prototip halında laboratoriyalarda hazırlaya bilsinlər və beynəlxalq layihələrə çıxış imkanları qazansınlar. Bilirsiniz ki, artıq ölkəmizdə innovativ layihələrin dəstəklənməsi üçün dövlət proqramları var və bu proqramların icrasından bir çox hallarda Naxçıvan gəncləri kommunikasiya baxımından faydalanmaq imkanları olmur. Mərkəz imkan verəcək ki, bizim gənclərimiz məhz bu binada, bu laboratoriyalarda öz ideyalarını prototip şəklində hazırlaya
bilə bilsinlər və onları müxtəlif texnotestlərdə, müxtəlif hakatonlarda və startap müsabiqələrinə təqdim edə bilsinlər. Mərkəzin açılış mərasimindən sonra innovasiya və davamlı inkişaf, yeni ideyalar və həllər mövzusunda birinci beynəlxalq elmi konfransı öz işinə başlayıb. Qeyd edək ki, konfrans 6 bölmədə 28 panel olaraq işini davam etdirib. Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən 61 müəssisədən məruzətçilərin çıxışları dinlənilib. Sabah da davam edəcək konfransın sonunda isə iştirakçılara sertifikatlar veriləcək.